Mən sizə belə bir hadisə nəql edeyim. Bu hadisəni mənə danışan, bu hadisənin içində olan qardaşdır. Yəni, sənin sualının qismən cavabı olacaq. Yəni, həmin qardaş təxmini 2003 və 2006-cı il, 2007-ci il, yəni bu ərəfələrdə 3 il, 4 il, yəni ən qəliz təkfir cəmaatının içərisində oldu. O dərəcədə ki, hətta Seyyid Qutbu kafir görüldülər. Hətta ixvanları kafir sayıldılar, o dərəcədə. Ən qəliz qrupdur, yəni cəmaatın içərisində olub, 4 il o cəmaatda olub. Həmin qardaş, özü əlhamdülillah sabit qardaşdır, yaxın, yəni dostluğumuz var. Çox ibrətamiz bir şey danışdı mənə. Mən qardaşa sual vermişdim ki, yəni siz necə idiniz? Yəni, hava sizdə o vaxtı necə idi? Gör, mənə nə deyir? Deyir, təsəvvürlə ki, otururdu bir stolda, qabağımızda çay, simiska, çıtlıya, çay içə, yəni bu havada ən qlobal məsələləri müzakirə edir. Cihad mövzuları, Darul İslam, Darul Küfür, Hakimiyyə, elə bir ki, ləzzədir. Və təsəvvürlə ki, 7 nəfər, 10 nəfər, deyir, oturmuşuq, ona yaxın deyir adam deyir, bir evdə ən qlobal məsələləri müzakirə edirik. Hansı ki, bu məsələləri müzakirə edəcək indi heç alimlər qrupu yoxdur. Deyəsən ki, alimlər oturub bu məsələləri müzakirə edir. Yəni mənasız bir şey. Və təbii ki, qardaşdan soruşuruq, yəni elmi səviyyə, bu da deyir ki, birimiz bir-birimizdən cahil. Yəni namazda imam kim istəsə dura bilər. Yəni fərq yoxdur ki, kimsə artıq sura bilir ya yox. Deyir, indi biri imam durub, namazda qatıb qarışdırıb hər şeyi. Nə o bilir nə eləmək lazım, nə də arxasında, hamısı cahildir axı. Halbuki, indi namazdan çönüb, deyir imam, bizə baxır, biz də ona baxırıq, gör bunlar kimdir? 5 dəqiqə bundan qabaq qlobal məsələləri müzakirə edirlər, çay içə. Və qaydib deyib ki, adını çəkməyəcəm, həmin tələbənin, qaydib deyib ki, sən gilə filan kəsə, o münafiqə, görüm nə deyir. Münafiqdən elm alır. Vallahi, olan hadisədir. Yəni, Allah şahiddir sözümə. Bu da götürüb, təbii ki, salamsız, filan kəsdir, namazda belə-belə oldu, nə edəyək? Belə-belə, davay, belə-belə edəyək. Allah akbar. Yəni, bu dindir mi? Yəni, bu Rasul sallallahu aleyhi ve sellemin dinidir. Vallahi, Allaha sığınırıq belə dinlər, əgər bu dindirsə. Bu din deyil, bu dində avaralıqdır. Bu dində avaralıqdır, belə din olmur. Belə həyat tərzi olmur, nəinki din, belə yaşayış olmur. Və sonra qardaşa deyirəm ki, yəni səbəb nə oldu ki, sən tövbə elədin? Deyir, heç nə. Oturmuşuq, növbəti gündür, yenə də bir qlobal məsələni müzakirə edirik. Nə? Əl-vəla vəl-bəra, dostluq düşmənliyi. Deyir, məsələ o səviyyə gəldi ki, qayıtdı biri dedi ki, sən, yəni birdən bir namaz qılmayan, məsələn, üzünə gülsən, sən dindən çıxırsan. Qardaş dedi, mən də qayıtdım, necə indi mən girmişəm bir dükana, bir mal alıram. İndi ünsiyyət yarandı, söhbət elədik. Birdən gülümsədim, dindən çıxıram, deyir, hə, dindən çıxırsan. Bu da deyir ki, hələ dindən çıxıram, sən də razara bu evdən çıxım gedim. Və deyir, o çıxan, əlhamdülillah, qardaş indi də sabitdir. Bu avaralıqdır, bu din deyil. Allah sığınır bu mənhəcdən, bu əxlaqdan, bu davranışdan. Yəni, sən deyən məsələ, yəni qismən bu şeyə oxşuyur. Və bugün, mən bu şeyi qeyd edeyim, qoy, çox önəmli məsələdir. Yəni, ümumi, yəni avam cəmaat içərisində, çünki avam deyirəm, yəni biz hamımız avam hökmündəyik elmdə. Avam cəmaat içərisində yayılan ən böyük şübhə nədir? Deyirlər ki, Azərbaycanda, yəni, belə deyək, 15 ildir, 20 ildir dəvət getmir. Yəni, bu nə dəvətdir ki, yəni, namaz qılmayan kafir deyil, Allah şərif boşan, cahilliyinə görə üzürlüdür. Bu, yəni, qaydalarla dəvət gedib, bəyənmir. Təbii ki, başqa vaxt deyəndə ki, axı, filankəs ola bilsin, cahildir, gün nə danışırsan cahildir, 15 ildir dəvət gedib axı. İndi deyir, dəvət gedib. Hansı ki, o dəvəti özü bəyənmir.
Və belə bir şübhə yayırlar ki, dəvət səhv gedir. Səbəb odur ki, bu cəmiyyətdəki insanların əksəriyyəti namaz qılmır və pirə gedənlər, şirk edənlər haradasa çoxdur. Bu cür bir cəmiyyətdə, bu rəydə və bu rəy üzərində dəvət eləmək batildir. Niyə? Onlar deyiblər ki, çünki siz o avam cəmaatın başı altına balış qoyursunuz. Onları rahatlandırırsınız. Amma həqiqət belədir. Həqiqət belə deyil. Niyə? Fərz eləyin ki, Azərbaycanda məlumdur ki, namaz qılmayan kafir deyil. Şirk edən cahilsə üzürlüdür. Bu rəylə dəvət başladı. Nə oldu? Sən namaza gəldin. Mən namaza gəldim. Pis oldu? Yox. Burada oturanlar hamısı həmin dəvətlə namaza gəlməyir. Baxın. Bu rəylə ki, dəvətə başladılar. Namaz qılmayan kafir deyil. Bu incəliyə fikirdir. Həmin qardaşlar 20 ildir cəmaatı namaza dəvət edir. Namaz barədə yazılan kitablar, namaz barədə tərcümə edilən kitablar, risalələr, bukletlər, namaza dəvət yönündə olan dərslər, nələr və nələr. Yaxşı, sən namaz qılmayanı kafir görən nə etmirsən 20 ildə? Allah üçün broşurka qədər dəvət edən görmürsən onlardan biridir. Mən görməmişəm. Görən var əlini qaldırsın, amma adilliyinə. Yəni, onlardan birini görmüşsünüzmü ki, məsələn, namaz qılmayanı kafir görür, namaza dəvət yönündə dərs bıraxsın, broşurka bıraxsın. Subhanallah, əksinə deyə, sən dediyin əksinədir. Namaz qılmayanı kafir görməyən 20 ildir namaza dəvət edir cəmaatı. Həmçinin əksinə. O tələbələr ki, şirk edəni haradası cahilliyinə görə üzürlü görürlər, onların 20 ildir dəvəti quburlərə, qəbrə ibadət edənlərə qarşıdır. Bizə Vahabi niyə deyirlər? Niyə deyirlər? Çünki biz bu dəvətlə ad çıxardıq. Amma sən nə etmirsən 20 ildə? Bir dənə gətir, bir dənə mənə dərsimi göstər ki, ya bir broşurka, mənə göstər ki, pirə gedənlərin şübhələrini dəfləmək üçün nəsə eləmirsən. Kim eləyib? Hamısı bizdə tələbələr eləyib. Dərslər, kitablar. Sən heç nə eləməmsən. Yəni, məgər sən deyən qardaşlar bunu görmür. Yəni, biz nə üçün bunu dəyərləndirmirik? Axı, məxluqa şükürləməyən xaliqə şükür etməz. Gəlir deyir ki, filan şeyi eləyin. Niyə görə tələbələr filan mövzudan danışmır? Filan şeyi eləmir. Sən niyə eləmirsən? Sən niyə eləmirsən? Çünki o adam dəvət əhli deyil. Çünki o adam dəvətdə nə əziyyət görür, nə də əziyyət çəkir. O insan bilsə ki, bir dənə balaca tohid barədə broşurkanın çapı üçün icazə almaq, onu çıxartmaq, o qapını 30 dəfə, 50 dəfə bir ilin ərzində döymək var. Yəni, gərək insan adil olan. Mən hətta Misirdə orada olan bəzi narazı qardaşlarla söhbət edəndə onların özlərinə dedim ki, bilməyən bilsin, Misir dünyada içində ən çox məscidi olan ölkədir. Qahirə içində ən çox məscidi olan şəhərdir. Mədinətül Məədin, minarələr şəhəri deyirlər Qahirəyə. Qobustan Qahirədə olsa rahat 60-70 məscidimiz var. Orada olsaydı. O qədər məscid çoxdur. Və mən həmin narazı qardaşlara qayıtdım, dedim ki, 4-5 nəfər idilər. Sual verdim. Dedim, Allah üçün adilliklə mənə cavab verin. İndiyənəcən neçə ildir buradayıq? Bəlkə də yüzlərlə məscid gəzmişik və gəzdiyimiz məscidlərin əksəriyyəti də sələfi. Abu Bakır kimi məscid tapa bilmişsiniz ya yox. Allah subhanahu ta'ala hamısının ağzından çıxartdı ki yox. Tapa da bilməyəcəksiniz. Yəni subhanallah qısa bir müddətdə bu cür cəmaat əmələ gəldi. O məsciddə, o səhvlər, o nizam, intizam, sünnətə bağlılıq, o cəmaatçılıq.
Belə bir məscid tapa bilmirsən, əxi. Vallahi tapa bilmirsən. Hətta sələfi dediyin məscidlər belə, yəni elə deyil. Mən orada Abu Bakır məscidindən danışanda o ab-havada Müsirli elm tələbələri təəccüblənirdi. Deyir ki, doğrudan yəni orada belə eləmişsiniz. Yəni bunu niyə görə dəyərləndirmirlər? Yəni mən demək istədiyim nədir, qardaş? Yəni sən nə istəyirsən? Yəni kör nə istəyir? İki göz, biri əyri, biri düz. Sən nə istəyirsən? Yəni baxın, qardaşlar, ona görə allanmayın. Allanmayın bu söhbətlərə. Yəni hər şey ortadadır. Özbəkistanda neçə illər bundan qabaq güclü bir dəvət gedirdi. Sələfi dəvət pik nöqtəsindəydi. Çox üzr istəyirəm, Kalbasa Sasko söhbətləri ilə o cür dağ boyda dəvəti darmadağın elədilər. İndi nə gündədirlər? Sənə lazım idi? Hə? Bir dənə kiçik mövzu. O mövzular orada da çıxanda hamı deyirdi ki, nədir ki, burada nə var? Amma belə deyil həqiqətdə. Yəni biz nələri qoymuşuq? Sizin xəbəriniz var, bugün tohiddən danışan yox deyə. Məsələn, biz bugün oturmuş, görsən nədən danışırıq? Tohiddən danışan, bugün dəvət. Yəni dəvət durub o mənada ki, aydın dini dəvət edənlər edir. Qardaşlar, Allah razı olsun, elmlərinə bərəkət versin. Yəni sən bu etməyinlə neynədin, nəyə nail oldun? Ona görə hər kəs yəni, öz qəlbinə baxsın. Dua edirəm ki, Allah subhanət hələ bizi haqda sabitləsin, sələfin mənhəcində sabitləsin. Ona görə qardaşlar, yəni elm tələbələrindən yəni ayrılmayın. O söhbətlər ki, var ha, yayılır cəmaat içərisində, filan kəs qorxaqdır, gizlədir, alladır. Həmin sözü deyən, vallahi Misirdəki sələfi şeyxləri də gedib deyir. Saudiyədəki sələfi şeyxlərə deyir. Kuveytdəki sələfi şeyxlərə deyir. Onda kim qaldı? Kim qaldı? Adam tanıyıram, adam yox, adamlar. Azərbaycandan çıxıb, buradakıların hökmünü verir. Gedin Mədinəyə, görüm ki, Mədinədə də başqa şey yoxdur. Hələ bizdə deyən nə deyirlər ki? Oradakıların hökmünü verib, gedib Dubaya. Hər ölkədə də, qardaşlar, məlum olan sələfi cəmaat var. Azərbaycana gəlirsən, məlum olan sələfi cəmaat var. Kobud şəkildədirsə, Abbaqırın cəmaatı. Cahilə də deyəndə, kimlərdə onlar deyir, o məscidin cəmaatı. Küveytə gedirsən, məlum olan sələfi cəmaat var. Misrə gedirsən, məlum olan sələfi cəmaat var. Sən bu əqidənlə, yəni sabit sələfi bu əqidənlə, o məsciddən aldığın bu əqidənlə, buradakı tələbələrdən aldığın bu əqidənlə istədiyin ölkəyə gir, həmin ölkədəki məlum, məruf, sələfi cəmaatın içərisində dili uzun, üzün al, başın dikdir. Narahat olma. Yəni, olan bilir bunu. Deməyə ehtiyac yoxdur. Ürəyin istəyən ərəb ölkəsi, ürəyin istəyən ölkədə belədir. Amma onlar necədir? Üzr istəyən türkü kimi gəzirlər. İzhar eləmirlər əqidələrini. Və heç bir ölkədə onlara, yəni hər ölkədə məlum olan sələfi cəmaat var, məlum olan sələfi şeyxlər var. Heç birinin yanında onlara yer yoxdur. Çıxıb burada, gedib Mədinə orada belə, gedib Dubaya, orada da məlum olan sələfi cəmaat var, məlum olan sələfi məscidlər var. Görüm ki, burada da elə belədir ki, gəlib Misrə 3 aydır, o artıq elan deyib ki, burada elm götürəsi adam yox. Kimdir onda? Kimdir? Şeyxlərdən biri deyir ki, 2 dənə xavaric olub, həcc vaxtı bu Kəbəni tavaf edəndə biri o birisinə qayıdıb deyib ki, burada səndən və məndən başqa heç kəs müsəlman deyil. Bu gördüyün hamısı var ha. Hamısı cəhənnəmliydi. Cənnətlik bir sən bir də mən. Bu da belə baxıb ona deyir ki, necə? Yəni böyülü göylər və yer qədər olan cənnət bir sənin üçün, bir də mənim üçün istəmirəm o cənnəti. Bu nə əqidədir? Yəni arxain ol, qardaş, sən bu əqidənlə hansı ölkəyə gedirsən ged? Orada sələfi cəmaat ki var, yəni məlum olan sələfi cəmaat, sən o cəmaatdan bir parçasan. Zərrə qədər də olsa fərq görməyəcəksən.
Hətta sənin hər hansı bir məsələdə rəyin onların rəyi ilə müxalif olsa da. Niyə? Çünki səni birləşdirən əqidə və mənhəc var. Çünki bizim davamız rəy davası deyil. Dava əqidə və mənhəc davasıdır. Və problem budur. Yoxsa kimsə hər hansı bir rəyi götürür və rəy də baxırsa Əhlüsünnə vəl Cəmaənin rəyidir. Bu rəydə olan alimlər var. Fəqət batil əqidəsi və mənhəci üzərində onu tətbiq edir. Və baxırsan dəvəti düşünən yox və sonda fəsad və bir də bu dəqiqə yer üzərində bu fikirlərin girib də islah elədiyi bir yer mənə göstərə bilməzsiniz. Varsa adını çəkin. Bir dənə yer göstərin, bu fikirlər girib, orada islah edin. Bir dənə yer göstərin. Vallahi yoxdur. İxlasla.com saytı tərəfindən təqdim olundu.